bildiyimiz kimi Sabahın baş məşqçisi təyin olub. Onun haqqında deyəcəm, haqqında məlumat verəcəm. Necə oynayışı, necə olduğunu, baş məşqçi, oyuncu. Amma mən bunu hələ deməmişdən əvvəl siz kanala abunə olmağı unutmayın və like atmağı unutmayın. Sizə indi deyirəm, Qarabağ Çempionlar Liqası yeni sadalayım, sabah Avropa konferans konferans. İndi gəlin başlayaq sabahın, yəni sabah demişdim sizə məlumat. İndi deyirəm, sabahın baş məşqçisi haqqında məlumat. Ne olarak var? Ya. Bildiğimiz gibi sabahın yeni baş məşqçisi Valdas Dombrakos Litvalı. İndi onun yani baş məşqçi kariyerini sadalayım. İran, Zalgiris, Refesov, Hınıkı Gorica, Ludogorets, Hajduk Split, Ofigirit, Omonia, Diaspora. Axırıncıları indi isə sabah. İndi gəlin o haqqında yani başlayam. Başlayıram indi. Başladıq. Valdas Dombrakos Litvalı. Litvalı futbol məşqçisidir. O 7 yanvar Litvada anadan olub. Məşqçi karyerasına yerli Litva klublarında başlayıb və uğurlu nəticələrlə başlayıb və uğurlu nəticələrdən sonra diqqət mərkəzinə düşüb. O Xorvatiyada Gorica və Hajduk Split klublarında çalışaraq Avropa futboluna təcrübə qazanıb. Həm gənc futbolçulara işləməyə, həm də komandaya yollarını ruhlandırmaya önəm verir. Sabah təzə baş məşqçisi oldu. O çox vaxt 4-2-3-1 taktik və ya 4-3-3 oynayır. O tez hücum qurmaq və texniki keyfiyyətlə oyunu idarə edir. Sabah futbol klubu ona uğurlar deyir. Yəni mən deyirəm. Yəni mən bildiyimiz kimi mən sabahlıyam. Siz də yəni sabaha uyğun bir baş məşqçidir. Öyle değil de o vaxtları Almanya'da oynadığı, yəni baş məşqçi olduğu vaxt Zirəni 6-0 playoff'da udub. Yəni bildiyimiz kimi Hajduk Split'də oynayıb. Zirənin rəqibi indi Hajduk Split'dir. Oynayınca Ludogorets, Hınıkı Gorica, Refesov, Zalgiris, Erax, Ofigirit, yəni qarşılayın indi. Yəni indi mən sizə sabahın analiz edirəm. Görüm düzgün gəlir yoxsa. Texnik cəhətdə Sabah futbol klubu oyuna ciddi yanaşır. Taktiki dipslənmə və sürətli hücuma önəm verir. Müəyyən oyunlarda hücum xəttə daha yaradıcı və sürətli oyun ilə seçilib. Sadə müdafiə zəif məqamda müşahidə olunur. Məncə düzgün gələr. Yəni Litva baş məşqçisi mən uğurlar arzulayıram. İnşallah biz o Celje rəqibimizi keçərik. Yəni keçərik ikinci təsnifata. Uğurlar. Sabah sənə uğurlar. Yəni bildiyimiz kimi Sabah futbol klubu Azərbaycan kuboku sahibi oldu.
3-2 və qazandı. Qarabağ 3-2 qazandı. Penaltilərdə 119-cu dəqiqə səfər gol vurdular. 93-ə qədər vurublar. Çox yaxşı oyun göstərdilər. Yəni çox, yəni super, çox qəşəng oyun göstərdilər. Yəni Qarabağ təbrik etmək lazım. Gəlib finala çıxıb, amma finalda Sabaha idişər. Naxçıvan Aris Fıkı ilə oynayacaq. Zira Haydukspil, Sabah Velki, Qarabağ isə Linfeld Şelburun qalibi idi. Yəni indi Valdas Dambrakas bildiyimiz kimi 4-2-3-1 və ya 4-3-3 oynayıb bildiniz. Sabahdır, yəni belə oynasa qəşəng oyun göstəriblər. Yəni uğurlar Sabah, Qarabağ uğurlar, Zira uğurlar, Araz Naxçıvan uğurlar. Məncə Araz Naxçıvan Aris futbol klubu keçər. Çünki mən indi Araz Naxçıvan sizin üçün oxuyuram bir də. Deyəcəksiniz çox oxuyursunuz, da deyirsiniz. Qoy deyək. Araz Naxçıvan Azərbaycan futboluna yeni və prensipli komanda inkişaf mərhələ sadədir. Əsasən gənc oyunçulara şans verir. Hələ tam formalaşmasa da gələcəkdə daha güclü olacağı gözlənilir. İndi Aris Fıkı İranstandır. Aris Fıkı hücum futbolunu sevən bir komandadır kimi tanınır. Komandanın oyun quruluşu sürətli cinah hücumuna və texnikalı yarım müdafiəçilərə əsasən son illərdə klub Avropa səviyyəsində rəqabətdə olmaq üçün transferlərə və məşqçi heyətinə ciddi investisiyalar edib. Yəni Haydukspil. Yəni çətin rəqibdir. Fenerbahçe'nin udan bəli Haydukspil gəlib, yəni Zira onun yenə uğurlar arzulayıram Zira'ya. Yəni mən Zira'ya yenə uğurlar arzulayıram. Yəni Zira belə devam eləsin. Yəni uğurlar Zira. Yəni 4 tane klubumuza uğurlar. Qarabağ, Sabah, Zira, Araz Naxçıvan. Yəni Qarabağın yəni şansları deyirəm birbaşa və Zira qazanmaq var. Qarabağ 40-45, Sabah 31-35. Zira konferansı Hayduk geçsə 40 deyir. Araz Naxçıvan 50. Yaxşı oyun göstərir Araz Naxçıvan. Fiziki cəhət, tam arxa, orta saha. Yəni oynayışdan yəni aslında yəni yenə uğurluram Araz Naxçıvana. Yəni Sabaha da, Qarabağa da Zira. Yəni mən Sabah futbol klubunda. Qarabağda yeni transferlər nəsə başlayıb oldu da Zira Sabahımızdan yox deyə transfer. Bir dənə transfer gəlsin Sabahdan qəşəng olar. Yoxsa irəli oynasa sol kanat deyək, sağ kanat. Yaxşı olar. Ya orta saha. Mənim qapçılar plakat deməkdir nəysə. Linfeld Şelburun oynayacaq. Eğer Qarabağ oyun qalibi oynayacaq. Sabah da Celgiyon'la oynayacaq. Zira da Konferans Ligasında Haydukspil'le oynayacaq. Araz Naxçıvan isə də Aris Futbol Klubu ilə oynayacaq. Yəni Aris Futbol Klubu bildiyimiz kimi transferə və başqıcı heyətinə ciddi yanlışır da bildiyimiz kimi. Yəni çox qəşəng yanlışır.
Uğurlar yani 4-9'a. Ama heyif ki Zira yani bayağı nefret düşseydi inanmalar. Ama biz yarın finalda sabah bildiğimiz gibi nefret kesmiş. Erken nefret Avrupa Ligası'na düşseydi Dırcı'yla oynasaydı yaxşı ne dedim de yani bu da bilmez. Yani sabah ben güçlü yani bildiğiniz gibi Maccabi Hayfa'yla oynayıp bu takım yani güçlü oynayıp uduzmayıp yani kaşang oynayıp yani. Maccabi Hayfa'nı koymadık ki Konferans Ligası'nın 3. ya 4. playoff'a yok 3. teslimatı kesmeye koymadık. Yani bu sabah her şey edebilir. Ya Qarabağda yani bilmir sanki yeni maçlar necə başlayacaq? Sabah ama yaxşı başlayacaq. Yani Zire'ye de uğurlar. Qarabağ uğurlar, sabah uğurlar, Zire'ye uğurlar, Ərzaqsımada. Biliriz yine sadalıyam. Qarabağ Çempionlar Liqası, sabah Avropa, Zire Konferans, Ərzaqsıman Konferans. Yani uğurlar diye yani böyle videolar görmeyi size abone olmayı unutmayın ve like atmayı unutmayın. Sağ olun, selamat kalın.